Buyurun, sizi yerinizi alaq və mən növbəti iştirakçını dəvət eləmək istəyirəm. Qaradağ rayonu Lükbatan qəsəbəsi Sevinç Körpələr Evi Uşaq Bağçasının psixopedagoqu. Onu təqdim etmək üçün Çailə Şamilovanı dəvət edirik səhnəyə, alışlarınızla. Və onu təqdim etmək üçün də artıq səhnədədir. Təhsil Korpusu Sosial Platformasının rəhbəri Emil Tağzadə təqdim edirsiniz mükafatınızı. Xeyirli, uğurlu və düşərli olsun deyil. Və növbəti iştirakçımız Xaçmaz rayon Şəmsəddin Sədiyev adına Qubulqışlaq kənd tam orta məktəbinin müəllimi Elçin Ağasiyevi dəvət edirik səhnəyə. Polis Akademiyasının müəllimi Aynur xanıma dəvət edirik səhnəyə. Mükafatı təqdim etmək üçün. Təbrik edirik sizi. Məsləhət Kərim xanım, sizə də söz verək. Buyurun, Ayşə. Salamlayıram, təşəkkür edirəm. Demək olar ki, mən danışmaq üçün tədbir başlayanda hörmətli qonaqlar, müəllimlər, Nizami müəllim, Ceyhun müəllimlər, yetər qədər kilərdilər. Səndən halda çox qısa olaraq bildirmək istəyirəm ki, Türkiyə-Azərbaycan qardaşlığı yalnız siyasi diplomatiya çərçivəsində qalmır. Eyni zamanda gətirlərin səsləşməsidir, ruhların qovuşmasıdır. Eyni zamanda bu qardaşlıq gələcək nəsillərə ancaq və ancaq təhsil açarı vasitəsilə ötürülə bilər. Ümid edək ki, bizim qardaşlığımız, dostluğumuz daimi olacaq. Hər zaman bir yerdə olduğunda bütün dünya, Türkiyə və Azərbaycanı içində olacaq. Fəaliyyətimizdə olaraq. Çox sağ olun, Aynur xanım. Aynur Səfərliklə yerinə yola salırıq və növbəti iştirakçını təqdim edirəm sizə. Füzuli rayonu 33 nömrəli məktəbin müəllimi Dünya Tahirlini dəvət edirik almışlarınızla. Və onu etmək üçün bizim qonağımız olan Üsküdar Universitetinin qurucu rektoru Nevzat Tarhanı dəvət edirik səhnəyə. Təbrik edirik və fəaliyyətinizdə uğurlar diləyirik. Daha bir iştirakçımız var. Gəncə şəhəri Smart kursu İngilis dili müəllimi İlkanə Əcədovanı almışlarınızla dəvət edirik səhnəyə. Və mükafatı təqdim etmək üçünsə təhsil eksperti Nadir İsrafilovu dəvət edirik səhnəyə. Aha, buyurun, gəlin sizə söz verək. Təhsil sahəsində uzun müddət öz töhfələrini verən ağsaqqalımız, gözəl müəllim Nəbi Mahmudov burada iştirak edir. Onu hamımız alışlayaq və onu təhsil olmaq edir. Nabi müəllim, sizdən xahiş edək.
Pek zəhmət olmasa bir Mahmudov Azərbaycan Respublikasında yeni tipli təhsil müəssisələri yaradan ilk müəllimdir. 83 nömrəli Binəqədidə lisey yaradılır. Ondan sonra Bağça Məktəb liseyi və sair digər özəl liseylər və sair. Nəbi müəllim uzun illər direktor kimi təhsil nazirliyi sistemində digər sahələrdə fəaliyyət göstərib. Hal-hazırda zaslujeni nə deyirlər? Zaslujeni Əməkdar. təhsil işçisidir. Eyni zamanda beynəlxalq layihələrdə məsləhətçidir. Nəbi müəllim təbriklər, can sağlığı, uğurlar üçün. Teşekkür ederim. Çok sağ olun. İlerleyecek göre. İmzalar. Devam ediyoruz. Nazlı müəllimi aynı səfərində hələ ki tədbir devam edir. Sonlara doğru yaxınlaşmışıq. Aynı səfərində yenidən dəvət edirik səhnəyə. Polis Akademiyası müəllimi almışlarımızla. Və onun mükafatını təqdim etmək üçün Təhsil İşçilərinin Həmrəyliyi Alyansının sədri, Gənc Təhsil Eksperti Əmrə Həsənini dəvət edirik səhnəyə. Bizə çıxanda bilmədim. Hadi belə. Bu qəşəng. Təbrik edirik, xeyirli müşahidi olsun, umarım hər zaman bol olsun. Və çıxış üçün mən istəyərdim ki, səhnəyə Türk Xalqları Qardaşlığı İctimai Birliyinin həmsədri Yeganə Qəhrəmanovanı dəvət edib alqışlarınızla.